Xamneyinin Moskvaya getməsi haqqında hazırlıqların olduğu haqqında danışılır. Özü də kifayət qədər ciddi kəşfiyyatların informasiyaları yayılır, ciddi media subyektlərində bu informasiyalar tirajlanır. Və artıq informasiyalar gəlir ki, o ölkəni tərk eləyib. Bu nə qədər etibarlı xəbər ola bilər sizcə? Aygün xanım, mənim fərziyyəm belədir. Mən o məlumatları oxudum. Onu ilk yayan Amerikanın məşhur Times qəzeti olub və kəşfiyyata istinadən yayıb. Bu biraz dezinformasiyaya oxşur. Amma məqsəd var. Məqsəd ixtişaşları genişləndirmək və mühafizəkarlarla prezident arasında və ya mühafizəkarların öz arasında ixtilafı dərinləşdirmək. Yəni bir hakimiyyət boşluğu yaratmaq istəyirlər deyirsiniz. Hakimiyyət boşluğu, bu söhbəti atıblar İranın içinə. Hamı bu saat onu müzakirə edir, Xameyni qaçacaq. Daha doğrusu Xameyni qaçacaq. Yəni bu bir nəbz yoxlamasıdır, bu bir dezinformasiyadır, İranda təfriqə yaratmaq üçün. Hələ mən inanmıram ki, o həddə, hadisələr o həddə çatıb ki, Xamenei ölkəni tərk etmək barədə düşünsün.